Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm ey vətən. Belə möhtəşəm bir mənzərəli yerdən sizə torpaq sahəsi təqdim eləyəcəm. Əlavə olaraq da bir ev təqdim eləyəcəm. Yəni hasarlarını göstərin. Siz hasarlara baxın. Mənzərəni ayrıca göstərəcəyik sizə. Və sağdan bura qədərdir. Eləcə də sol hissədən buradan görünmür sərhədləri. Bura örüş əraziləridir. Yəni, bu torpağın yiyəsinə aid olan yerdir. Aşağılar Uşdal qışlaq gedir. Bura Uşdal kəndi gedir. Uşdal kəndinin aşağı məhəlləsi. Ərazi olaraq bu tut ağaclarından başlayır. Yaşayış təyinatlı olan torpaq sahələri. Göstərək. Daha sonra evin içindən də sizə tanış eləyəcəyik. Buradan mənzərəli yerləri çoxdur. Təsərrüfat üçün, təsərrüfatla məşğul olan insan üçün alıb yaşamağına çox uyğun bir evdir. Bütün kommunal xəttləri də var. Videonu sona qədər izləyin. Sizə tam ətraflı bütün məlumatı verəcəyik. Olar ki, biraz uzun çəkir videomuz, amma gözünüz oxşayacaq. Bundan əminəm. Burada bir dam. Qoyun quzu üçün. Bura çörək bişirmək üçün yerdir. İndi düzdür. Qıraqdan baxanda dağılmış bir yerə oxşuyur, amma içində günü bu gündə çörək pişirirlər. Bura ambar kimi istifadə edirlər. Burada un saxlayırlar, digər ərzaqlarını saxlayırlar. Mən indi bizim operatordan ekstremal şəraitlərdə çəkiliş xahiş edəcəm. Sandığın üstünə çıx, yuxarıdan bir dənə buraları göstər. Və biz davam eləyək. Ot, saman yığmaq üçün burada da bir dam var. Gördüyünüz bu ərazi, belə deyək də, sərhədləri buradandır, hasarlanıb. Ev 50-ci illərin ortasında tikilmə evdir, amma bu gördüyünüz hissəsi fasad hissəsi. Ön hissəsi. İndi içərdən də göstərəcəm. O sonradan tikilib, yeni dövrdə tikilib, hazırlanıb. Ev köhnə dövrdə tikildiyi üçün divarların eni 1 metr 10 santıdan çoxdur. Yay vaxtı tam sərin olur. Qış vaxtı içində içərdə qaz sobaları var ki, yetərincə qızdırır evi. Bu evləri də bir dəfə qızdırdın da kifayət eləyir. Sonradan elə normal xodda davam eləyə bilir. Həyət haqqında ümumi məlumat verdik. Həyətin girişini də sizə göstərək. Buradan belə bir darvazası var. Düzdür, yollar çınqıldır. Yəni, bütün kəndlərdə olduğu kimi. Düzdür, bir çox kənddə, yəni kəndin mərkəzi asfalt olur. Buranın da mərkəzi asfaltdır, amma bura qədər gələn yol hardasa bir 1-2 kilometr çınqıl yolla gəlirsiniz. Keçək evlə davam eləyək. Videonu söndürməyin, davam eləyin. Davam edirik. Evin içindən bayaq sizə dediyim artırma hissəsi bu hissəsidir. Çox üzr istəyirəm. Çəkilişdən sonra mütləq cavab verəcəm. Biz bütün gələn zənglərə mütləq cavab veririk. Bu hissələr artırma hissələrdir. Gəlin, buradan bir də bu hissədən baxın evə. Sizi birinci mərtəbə ilə tanış eləyim. Ki, videoda otağın abu havasını, sərinliyini ötürmək olmur. Və
Divarların eninə baxın, elə evin içindəki eninə baxın. Yerdən olmasına baxmayaraq, hətta yerdən biraz aşağıdadır, zərrə qədər burada nəmişlikdən əsər əlamət yoxdur. Bunu sadəcə gəlib özünüz yerində görə bilərsiniz. Belə qaz sobalarından istifadə eləyib, buranı çox rahatlıqla qızdıra bilirlər. Əlavə olaraq burada mətbəx hissəsidir, kiçik bir mətbəxi var. Belə kiçik bir mətbəxdir. Demək olar, bütün əşyalar qalacaq. Sonda sürpriz qiymətində tanış olacaqsınız. Burada hamam otağı. Əlavə olaraq da sizə buranı operatorumuz tanış eləsin. Saxlanıc otağıdır ki, burada soyuducuya ehtiyac yoxdur. Yay-qış sərin olan bir yerdir. Və sizə ikinci mərtəbəni də göstərim. Təqdimatımızı da yekunlaşdıraq. Belə bir eyvandır. Adamın ürəyi açılır buranın tavanın hündürlüyündən. Və yataq otaqlarıyla buyurun, tanış olun. Əvvəl ev olub, yəni zat olub. Burada kiçik mətbəx və 2 yataq otağı. Bu otaqda da qaz sobaları quraşdırılıb, onların hesabına qızdırılır. Gəlin, davam edək. Burada sonuncu yataq otağıdır. Buranın, yəni bu hissələrə ehtiyacı var. Yəni mən bunu inkar etmirəm. Amma bu formada da yaşamaq olur. Dam tam izolyasiya olunub. Yəni yağır, qış vaxtı damma kimi bir problem yoxdur. Bir daha təkrar edirəm. Bura İsmayıllı rayonunun Uşdal kəndidir. Biraz işıqlı yerə çıxaq. Orada təqdimatımızı yekunlaşdıraq. İsmayıllı rayonu